Salam, hər vaxtınız xeyir olsun. Ötən gündə qeyd etdiyim kimi qısa anons şəklində vermişdik. Bir neçə ildir ki, artıq müəllimlərin sertifikasiya imtahanları keçirilir. Bu il isə 2026-cı ildə bu imtahanlar şamil edildi, sertifikasiya şamil edildi biologiya müəllimlərinə. Ki, müəllimlərin də əksəriyyəti bu haldan razı deyirlər. Uzun illərdir ki, orta məktəblərdə bizim övladlarımıza, gələcəyimizə biologiya fənnini tədris edən uzun müddətli staja malik müəllimlərin əksəri sertifikasiya imtahanından kəsildi. Bir çoxları deyə bilər ki, niyə müəllimlər illərdir övladlarımıza dərs deyir, amma imtahandan kəsilirlər, onların savadı mı aşağıdır? Amma müəllimlər iddia edir ki, burada tamam başqa nüanslar rol oynayır. Çox qaranlıq məqamlar var. Həmin məqamlara müəllimlər özləri açıqlama gətirəcək. Biz sizə bugün həmin müəllimlərdən cüzi bir qisminin müraciətlərini təqdim edəcəyik. Amma bir neçə gün sonra biz sosial şəbəkə üzərindən həmin müəllimlərlə və digər müəllimlərlə canlı yayımlara qoşularaq məsələlərin qaranlıq tərəflərini aşkara çıxarmağa çalışacaq. Bundan əlavə olaraqsa Təhsil Nazirliyinə verdiyimiz sorğunun da cavabını ictimailəşdirməyə hazırıq. Bu barədə buradan da bəyan edim. Təəssüflə qeyd edim ki, dünəndən üzü bu yana sorğu göndərməmizə baxmayaraq hələ ki sorğumuza cavab gəlməyik. Sorğunun cavabı əldə edilən kimi sizlərə təqdim edəcəyik. İndi müəllimlərimizi dinləyək. Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev. Mən bugün hüquqi tapdalanmış bir biologiya müəllimi və bir ziyalı kimi sizin qarşınızda çıxış edirəm. Sizin hər bir vətəndaşın böyük müdafiəçisi olduğuna inanaraq sizə müraciət edirəm. Elm və Təhsil Nazirliyinin iyun ayında təşkil etdiyi təkrar sertifikasiya imtahanı müəllimlərin bilik və bacarıqlarının ölçülməsi deyil, bu bir sui-qəsd planı idi. Cənab Prezident, 18 iyun 2026-cı il tarixində MİQ ilə işə daxil olan 3 ili tamam olmuş müəllimlər üçün təşkil edilən sertifikasiya imtahanı çərçivə sənədlərinə tam uyğun edir. Lakin bir gün sonra, yəni 19 iyun 2026-cı il tarixində təşkil edilən sertifikasiya sualları tam bərbad vəziyyətdə çərçivə sənədinə heç bir uyğunluğu olmayan suallar idi. Qarşımıza qoyulan suallar dərslik materialları yox, Rusiyanın Seçenov Olimpiyadasının sualları və düzgün tərcümə olunmamış suallar qoyuldu. Ekrana sığmayan suallar, 7-8 dəqiqə riyazi həlli tələb olunan suallar, interfeys prinsipini pozmuş suallar bizim qarşımıza qoyuldu. Həmçinin müəllim üçün heç bir metodik vəsait nəzərdə tutulmayan kurikulumdan, metodikadan 57, 58 və 59-cu sualların konkret heç birinin bir cavabı yox idi. Bu müəllimlərin biliyin yoxlanılması deyil, müəllimləri qəsdən kəsmək strategiyası idi. Biz bu qanunsuzluğa etiraz etdikdə Nazirliyin əməkdaşları bizim müraciətimizi araşdırmaqdan imtina etdi. Qanunla bir aylıq apellyasiya müddəti zamanı müəllim tam hüquqlu işçi sayılır. Lakin imtahandan dərhal sonra, yəni 10-cu gün bizim işimizə xitam verildi. Bu rüsvayçılıq apellyasiya müddətində də özünü birizə verdi. Apellyasiya araşdırması zamanı qarşımıza çıxarılan ekspert Azərbaycan dilini mükəmməl bilməyən, Azərbaycan dilinə hörmət etməyən və prosesin gedişində ayağa qalxıb ərim məni həyətdə gözləyir, prosesdən imtina edərək kənara çıxdı. Cənab Prezident, bu qanunsuz mexanizm dövlətin qanunlarına və sizin təhsil haqqında apardığınız islahatlara kölgə salır. Sizdən çox xahiş edirik, səsimizi eşidin. İllərlə müəllimlik fəaliyyəti ilə məşğul olan müəllim ordusuna qarşı törədilən bu təxribata dur deyin və bizim haqq səsimizi qorumaqda bizə köməklik edin. Səbəbləri hələ bugünə kimi də açıqlanmır. İmtahan sualları da o cümlədən 2 ay keçib imtahandan. Hələ imtahan sualları ictimaiyyətə açıqlanmır. Sualların müəllifi sualları anonim saxlayır. Səbəbi bəlli deyil, yəni özləri yaxşı bilirlər. Ancaq bizə də çox maraqlıdır. O suallar bizə də maraqlıdır. Yadımızda qalan sualları əlbəttə biz təqdim eləmişik. Apellyasiya komissiyaya təqdim elədik 16 dənə yadımızda qalan o
necə deyirlər, formal suallar, hansı ki, qeydirmə, belə kitabda, vəsaitdə olmayan, dərslikdə olmayan suallar. Suallar çox ağır salınmışdı. Yəni, sualların tərtibatı düzgün deyildi. Yəni, sertifikasiya, təkrar sertifikasiyaya uyğun bir tərtibatda suallar hazırlanmamışdı. Belə ki, yəni, suallar güya inteqrasiya olunub riyaziyyata, sırf orada kvadrata, kuba yüksəlmiş misallar, cəbri, yəni cəbri hesablamalı olan misallar var idi. Var idi tənliklər, sistemli tənliklərlə hesablanacaq, yəni məlçul ədədi tapmaq üçün sistem tənlik qrup hesablayacaqsan. Belə bir yəni ağır tənliklər vardı və olimpiada tipli də ağır məsələlər var idi. Bəli, konkret belə ağır, qərəzli, dolandırıcı, vaxt aparıcı suallar qoyulmuşdu. İndi nə məqsədlə qoyulmuşdu, nə üçün qoyulmuşdu, kim bunların arxasında dururdu? Onları artıq cəmiyyət özü, necə deyirlər, biz aşkarladıq, biz tələb elədik. Getdiyimiz bütün strukturlarda, bütün instansiyalarda hamısında biz sözümüzü dedik. Aşkarladığımız zaten 16 dənə yanlış sualı ortaya qoyduq, apellyasiyon komissiyaya verdik ki, onları araştırsınlar və ekspertlər bizə cavab versin. Yəni bizim haqlı olduğumuzu bəyan eləsinlər. İctimaiyyət bilsin ki, bu boyda müəllim kütləvi şəkildə 745 müəllim, biologiya müəllimi imtahana girmişik bir vaxtda, eyni vaxtda. İmtahandan çıxıb 705, imtahandan çıxıb 40 nəfər, sivo 40 nəfər. O da belə ancaq ki 30 keçid balını yığa biliblər, 30 balı. Ancaq yığa biliblər. 50 baldan söhbət getmir. 50 balın altında hamısı, 50 balın üstündə də ki ümumiyyətlə yığan olmayıb. Yəni buradan aydın olur ki, bu suallar bir qərəzli, məqsədli, necə deyərlər, bunun hazırlanmış şəkildə qondarılma suallar idi. Aydın məsələdir. Zaten müəllimlər orada vaxt itkisinə yol verdilər. Monitorda olan, kompüterdə olan interfeys, necə deyərlər, defektlər. O defektlər ucbatından müəllimlər aşağı yuxarı monitorda sualları sürüşdürüb qaldırmaqdan vaxt itkisinə yol verdik. Üstəgəl ki, sualların mətnində, yəni qrammatik məzmunda testologiyaya uyğun olmayan, testologiyadan, yəni necə deyərlər, onun tələblərinə uyğun olmayan tərzdə suallar qoyulmuşdu. Güya ki, bu suallar xarici ədəbiyyatdan tərcümə olunub Azərbaycan dilinə, belə deyək. Qolunu qıçını qırıblar, cümlə qırıblar, cümlənin qrammatik şeyi yox, mənası yox yəni. Bir cümlənin bir testə qoyulan, bir cümlənin testologiyanın qanunlarına görə bunun bir idraki olmalıdır, bunun bir məntiqi olmalıdır, bunun bir başa düşülmək səviyyəsi olmalıdır. İstəyir abituriyent üçün, istəyir müdavim üçün. Yəni çox ağır suallar qoyulmuşdu. Aşkar bilinirdi ki, bu imtahan bizə qərəzli şəkildə hazırlanmışdı. Çox xahiş edirik. Yəni apellyasiya komissiyasının cavabı çıxmadan öncə işimizə xitam verildi. Hamısının adından, bütün biyologlar adından deyirəm, tələb eləyirəm ki, xitamımız əmək kitabçasından yazılan o biabırçı 70-ci bəndi xitamı ləğv olunsun və bütün müəllimlər öz işlərinə yeni tədris ilində başlamışsınlar. Çox xahiş edirik, bunları yəni nəzərə alasınız və bizim iddialarımızı, bizim tələblərimizi təmin eləyəsiniz. Məzuniyyət pulundan da, məzuniyyət haqqımızdan da zaten məhrum olduq. Çox xahiş edirik, prezidentə və xanımı Mehriban Əliyevaya. Elm Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təqdim olunmuş çərçivədən kənar sualların olmasıdır. Belə hesab edirik ki, ART-nin məqsəd yönümlü atılmış qərəzli addımlarıdır. Hal-hazırda Elm Təhsil Nazirliyi və ART sertifikasiya suallarının ictimaiyyətə açıqlanmasına qəti imtina edirlər. İddiaların qaldırılmasına əhəmiyyət vermirlər. Möhtərəm Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirik. Bizim hüquqlarımızı, tapdanmış, itirilmiş hüquqlarımızı bərpa edilməsində bizə köməklik edəsiniz. 19.06.2026-cı il tarixində
keçirilmiş imtahanın suallarının ictimaiyyətə açıqlanmasında və bizim xeyrimizə hesablamasında bizə köməklik edəsiniz. Birinci, suallar çərçivə sənədindən kənar salınmasıdır. Hansı ki, bir sualın bir səhifədə yerləşməməsi, çaşdırıcı və düşündürücü sualın cavabını tapmaq mümkün olmayan cavabların göstərilməsi müəllimlərin vaxtını almışdır. 2. Riyazi məsələlərin həllini tələb edən məntiqi hesablama tipli sualların salınması müəllimlərin həyəcanına səbəb olmuşdur. Biz bioloqlar 19.06.2026-cı ildə sertifikasiya imtahanı getməmişdən əvvəl Nüşabə xanımın rəsmi təlimlərində etdiyi çıxışında vurğulamışdır ki, sualların hamısı köhnə dərslikdən salınacaq. Biz bioloqlar həmin istiqamətdə hazırlaşmışdıq. Heyf ki, bu nəzərə alınmadı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyeva, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayeva, biologiya müəllimlərinin sertifikasiya imtahan nəticələri ilə bağlı yaranmış narazılıqların araşdırılması və aşkar ediləcək uyğunsuzluqların aradan qaldırılmasını biz bioloqlar sizdən artıq dərəcədə xahiş edirik. Biz dövlətimizin təhsil siyasətinə və ölkə rəhbərliyinə inanırıq və biologiya müəllimlərinin narahatlığına hüquqi və obyektiv qiymət verəcəyinə ümid edirik.